Xoş gördük cənab kontr-admiral. İstədim ki, söhbətimizin əvvəlində NATO günlərinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün faydasının nədən ibarət olduğu haqqında fikirlərinizi bildirəsiniz. Thank you very much. It's me and my team's pleasure to be here in Azerbaijan. İlk növbədə mənim və nümayəndə heyətimin Azərbaycanda qarşılanmaqdan böyük məmnunluq duyduğumuzu bildirmək istərdim. Mən düşünürəm ki, Azərbaycanda NATO günləri böyük əhəmiyyət kəsb edir. A lot of institutions and some military Qeyd olunan tədbir zamanı biz bir neçə təşkilatları və hərbi müəssisələri ziyarət etdik. Mənimlə birlikdə səfərdə olan nümayəndə heyətinin tərkibində bir neçə ölkənin və NATO'nun qərargah zabitləri iştirak edir. NATO and partner nations. So by this team we Bu nümayəndə heyəti ilə birlikdə qarşılıqlı olaraq biz Azərbaycanlı həmkarlarımızla təcrübə, məlumat və fikir mübadiləsi aparmış olduq. And information with Azerbaijan. So for this respect, Bu səbəbdən düşünürəm ki, bu tədbir bir neçə fəaliyyətlərin ardı kimi də davam etdirilə bilər. It needs to go for the other iterations. Bu il Azərbaycanda icra olunmuş 11-ci NATO günlərini əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl platforma hesab edirəm. It's a very good platform to continue. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və müəssisələri tərəfindən tədbirə göstərilən marağı necə qiymətləndirirsiniz? Actually, the interest and will from Azerbaijani side for NATO. Azərbaycan tərəfinin NATO günlərinə və eyni zamanda NATO ilə əməkdaşlıq çərçivəsində göstərilən diqqətini çox yüksək qiymətləndirir və bundan böyük məmnunluq hissi keçirdiyimizi qeyd etmək istərdim. This also a very constructive and improving factor. Məhz bu səbəbdən Azərbaycanın NATO ilə əməkdaşlıqda daha fəal və konstruktiv mövqe nümayiş etdirən tərəfdaş ölkələrdən olduğunu düşünürük. Military facilities that we have visited, my team agrees on this. Tədbir zamanı ziyarət etdiyimiz müəssisələrdə zabitlərin ünvanladığı suallar və auditoriyanın təqdimatlar zamanı diqqət və fəallıq nümayiş etdirməsinin bunun əyani sübutu olduğunu düşünürəm. Main indicator that the interest and will is very high. Həqiqətən də bu tədbirə olan maraq bizləri həddindən artıq məmnun etdi. We have seen the interest is very, very high. Sizin daha bir fikrinizi öyrənmək bizim üçün maraqlı olardı. Azərbaycan-NATO əməkdaşlığı nə dərəcədə əhəmiyyətlidir? Actually, it is very important because Əslində vurğulamaq istərdim ki, bu il Azərbaycanın NATO ilə əməkdaşlığının 25 illiyi tamam olub. Bu məqam isə öz növbəsində uzun bir zaman etibar edir. Müşahidələrim göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir. Azərbaycan is amongst the most active partner countries. We have seen Azerbaijan in NATO-led operations. Biz Azərbaycanı NATO'nun müxtəlif əməliyyatlarında tərəfdaşlığın qərargah vəzifəsi zabiti olaraq müxtəlif NATO qərargahlarına töhfə verməsində, eləcə də əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və rəy proqramı çərçivəsində fəal tərəfdaş ölkə olaraq görməkdəyik. There are forces, OCC, we called some sort of evaluation level, OCC qualified. Bu səbəbdən Azərbaycan NATO üçün önəmli və eyni zamanda əhəmiyyətli tərəfdaşlardan hesab edilir. NATO relations are very important and Azerbaijan is a very important partner country for NATO. Cənab kontr-admiral, söhbətimizin bu əsnasında sizə daha bir sual ünvanlamaq istəyirəm. Bu tədbirin müxtəlif müəssisələrdə təşkil edilməsi NATO ilə əməkdaşlığa hansı töhfəni verir? For NATO-wise, NATO'nun perspektivi baxımından qiymətləndirmiş olsaq, onu vurğulamaq lazımdır ki, əməkdaşlıq sadəcə məlumat mübadiləsi ilə kifayətlənmir. Tərəfdaşların əldə etdiyi dəyərli təcrübələrin öyrənilməsi və paylaşılması da NATO üçün böyük əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində qarşılıqlı faydalanmanı, necə deyərlər, hər iki tərəf üçün qazançlı əməkdaşlığı özündə ehtiva edir. Beləliklə də inanıram ki, rəhbərlik etdiyim nümayəndə heyəti Azərbaycanlı həmkarlarımızdan çox dəyərli biliklər və təcrübələr əldə ediblər. Buna görə də bu tədbirin eyni zamanda NATO üçün də böyük əhəmiyyət kəsb etdiyi inancındayım. Mövcud əməkdaşlığı daha da inkişaf etdirmək və yaxud yeni əməkdaşlıq imkanlarını araşdırmaq istədiyiniz sahələr varmı? Actually, during our visit, we have seen some. Baxmayaraq ki, Azərbaycan fəal və eyni zamanda konstruktiv əməkdaşlıq nümayiş etdirir, fəaliyyət proqramı çərçivəsində ziyarətlərimiz əsnasında bir neçə inkişaf etdirilməsi mümkün olan sahələri də müşahidə etdik. We believe that there are still some areas needs to be improved. So we need to. Müşahidələrimiz ona əsas verir ki, bu inkişaf tempini qoruyub saxlamaq və eyni zamanda irəlilətmək əhəmiyyətlidir. We have seen some areas
While we are going back to home, Biz də öz növbəmizdə qərargahlarımıza geri döndükdən sonra müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərimizi genişləndirmək niyyətindəyik. Xüsusilə təlim üzrə və qərargah vəzifələrində də irəliləyişə ehtiyac olduğunu vurğulamaq istərdim. especially in training areas and also for some staff providing areas, we will have some Mən bununla sadəcə bu sahələri deyil, eyni zamanda mümkün ola biləcək digər sahələrdə də inkişaf perspektivlərini nəzərdən keçirəcəyimizi We düşünürəm. will work on that while we get back to our headquarters. For the last 5 days, we were in Son 5 gün ərzində Azerbaijan. biz Azərbaycanda icra olunan illik NATO günlərində iştirak etdik. Qeyd etmək istədim ki, bu mənim Azərbaycana ilk səfərimdir. Əslində vurğulamaq istədim ki, bir türk ali rütbəli zabiti olaraq Azərbaycana ziyarətim xoş bir təsadüf hesab edilə bilər. Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir. Sadəcə xatırlatmaq yerinə düşər ki, hamımızın da bildiyi kimi Azərbaycan NATO-nun müxtəlif əməliyyatlarına önəmli şəkildə töhfə verən ölkələrdəndir. Active NATO partner countries. Vaxtilə NATO-nun Kosovadakı sülhməramlı əməliyyatlarında və hal-hazırda da NATO-nun Əfqanistanda icra etdiyi qətiyyətli dəstək missiyasına töhfə verən fəal tərəfdaş ölkələrdən biridir. Operations in the past, Azerbaijan had a huge contribution to KFOR. Currently, Bununla belə inanıram ki, qısa müddət ərzində NATO-nun İraq missiyasına da öz töhfəsini verən ölkələrdən olacaqdır. shortly it will contribute NATO mission in Iraq as well. What I have seen Eyni zamanda bildirmək istədim ki, səfər çərçivəsində Azərbaycan ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsini müşahidə etməyimiz Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyətli və güclü olduğundan xəbər verir. Azerbaijani forces on those operations is one of the main indicators of this professionalism. Çox sağ olun cənab kontr-admiral, təşəkkürümüzü bildiririk verdiyiniz dəyərli və ətraflı məlumatlara görə. Ben çok teşekkür ederim. Thank you very much.